Salam gənclər, Maqın yeni buraxılışında hər birinizi xoş gördük. Deyirlər ki, uğura gedən yol daima aydın olmur, amma gedənin izi həmişə görünür. Bugün Maqda ölkəmizi beynəlxalq arenalarda təmsil edən dostlarımızın uğur hekayələrini danışacağıq. Bəli dostlar, artıq qonağımız studiyamızdadır. Qonağımız biznes analitiki Nuranə Verdiyevadır. Xoş gəlmişsiniz Nuranə. Xoş gördük. Biz bugün istəyərdik ki, sizi daha yaxından tanıyaq. Amma ondan öncə ümumiyyətlə sual vermək istədim. Baxın, biznes analitiki və yaxud biznes təhlilçisi deyəndə bəzən istənilən formada bunu başa düşməyən insanlar var. Gəlin buradan başlayaq ki, sizin peşəniz nədir? Gündəlik olaraq hansı fəaliyyətləri icra edirsiniz? Yəni biznes analitikinin iş planı. Buyurun. Biznes analitik olmaq üçün belə deyək, dəqiq bir şey oxuya bilib biznes analitik olmursunuz. Aha. Bu biraz sizin IT biliyiniz olmalıdır, biraz biznes biliyiniz olmalıdır və s. və siz informasiya ilə və ya texnologiya ilə biznes arasındakı insan olursunuz. Aha. Belədir ki, sizə texnologiyadan araşdırırsınız, bəzi biznesdə və ya sistemdə olan səhvləri tapırsınız və ya riskləri tapırsınız və siz gedirsiniz biznesə sual verirsiniz. Bu necə oldu, necə düzəldə bilərik və s. Və siz texniki bilikləri, texniki biliyi olmayan bir biznes insanına, stakeholderlara başa salmaq məcburiyyətindəsiniz. Yəni sizin o körpü rolunuz olmalıdır. Və eyni ilə də sizə biznes və ya stakeholderlara məlumat verəndə onları gedib siz texniki timlərə başa salmalısınız, texniki bildiyi dillərdə. Çünki texniki developerlar stakeholderların dilini, stakeholderlar isə developerların dilini çox vaxt başa düşə bilmirlər. Çünki biri çox texniki danışır, biri isə çox biznes dilində danışır. Siz burada aradakı o körpü rolunu oynayırsınız. Həmin o sözsüz demək olar. Bəli, o keywordləri tapan insan biznes analitikdir deyə bilərik. Siz həm Macaristanda, Hollandiyada, Türkiyədə, yəni bir çox xarici ölkələrdə həm iş mühitiniz olub, həm təhsil almısınız. Bu təcrübələr beynəlxalq mühitdə, yəni sizin baxış açınıza necə təsir edir? Yəni o baxış bucağını hansı istiqamətə yönəldirib bilmirəm? Belə deyim, mən 2017-ci ildə Macarıstanla Azərbaycan arasındakı təqaüd proqramı ilə qəbul olub Macarıstana getmişdim. Orada Debrecen Universitetində kompüter science oxumuşam. Özüm kompüter mühəndisliyi üzrə təhsil almışam. Baxış açım dəyişib, çox dəyişib. Əsas da gənclər necə öz ayaqları üstündə qalmalıdırlar, necə birindən asılı olmadan yaşamaq lazımdır. Çünki təbii ki, ailəmiz bizim həmişə arxamızdadılar, bizə dayaqdılar. Mənim xaricə getməyimdə də mənim ailəmin, xüsusilə atamın böyük rolu olub. Amma onlardan asılı qalmadan, necə işləyərək, həm də oxuyaraq öz ayağımın üstündə qala bilərəm. Çünki mən bir müddət sonra Avropaya keçəndə gördüm ki, orada gənclərdə belə bir trend var. Ailələr övladları 18 yaşına çatan kimi onları qapının ağzına qoyurlar. Get həyatını özün istənilən formada qur. Get, pulu necə qazanmaq lazımdır öyrən, pulun dəyərini öyrən, pul necə qazanılır. Bizdə biraz fərqlidir. Bizdə biraz mamalar, uşaqların onları qoruyurlar. Əsasdakı oğulların, qızları deyirlər ki, yox, hələ çox tezdir və s. Mən bunun belə olmalı olduğunu düşünmürəm. Mən düşünürəm ki, gənclər artıq 18 yaşına çatırsınızsa, siz artıq pul necə qazanılır, pulun dəyəri necə, pul necə xərclənməlidir, siz artıq bunu bilməlisiniz. Bu mənim baxış bucağımı çox dəyişdirib. Çünki mən də ora çatan kimi artıq təbii ki, dediyim kimi ailəm arxamdaydı, istəsəm mən onlardan da o köməyi istəyə bilərdim, amma mən özüm işləməyə başladım və heç mənə aidiyyəti olmayan, mənim sahəmdə olmayan bir işlə başladım. Mən Ryanair'də ucuz bir low-cost hava yolu şirkətidir. Orada gələn zənglərə cavab verirdim. İnsanların, eynən, uçuşlarını dəyişdirirdim, biletlərindəki adlarını dəyişdirirdim. Eyni ilə də oradakı gənclər də mağazalarda işləyirlər. Orada da məsələn, mən o iş yerində bəlkə də qazana biləcəyim ən gözəl yumşaq bacarıqlarımı qazandım. Bəli, soft skillslərimi. Necə səbirli olmaq lazımdır? Məsələn, mən çox səbirsiz insan idim. Oradan da bir şeylər öyrənirsiniz. Yəni, mən təbii ki, demirəm ki, sizə aid olmayan gedin bir peşədə işləyin və ya çalışın. Amma o peşəyə getməyə olan yola qədər siz bəzi o yumşaq bacarıqlarınızı da qazana bilərsiniz. Sonra, məsələn, mən bakalavr oxudum, artıq mən full ştat işləmək istəyirdim amma magistrımı da eləmək istəyirdim. Mən oxumaqla işləmək arasındakı o harmonizasiyanı çox sevirdim. Baxdım ki, mən Türkiyədə axşamlar oxuya bilərəm. Bu magistr proqramı sırf full ştat işləyənlər üçün nəzərdə tutulmuş bir proqramdır və imtahanlar həftə sonudur.
eləyə bilərəm 5 gün mən Macaristandayam, həftə sonu Türkiyəyə gedəcəm, imtahanlarımı verib gələcəm. Artıq burada yeni bir bacarıqlar qabağa gəlir. Vaxtın idarə olunması. Necə vaxtımı daha gözəl idarə eləyə bilərəm? Həftə sonu necə eləyim ki, həm özümə vaxt ayıra bilim, həm işimə vaxt ayıra bilim, həm də magistrumu oxuyum. Əslində çox çətindir o time menecmenti qura bilmək. Bəli. Və siz 5 gün Macaristanda, 2 gün Türkiyədə həm o uçuş, yorğunluq, amma ən azından əzmkarlıq olduqdan sonra Bəli. məncə lazımı qədər bütün istəklərə çatmaq olur. Həm də bir çox uğurlarınız var. Beynəlxalq uğurlarınız var. Olimpiadalarda iştirak etmisiniz. Biraz da bunlardan istəyərik söz açaq. Azərbaycanda olanda əgər adını düzgün tərcümə edirəmsə, gələcəyin alimləri yarışmasında bəli, mühəndislik üzrə 3-cü yeri qazanmışdıq. O vaxt biz Xəzər Universitetindən olan professorlarla işləyirdik. Mən Zərif Əliyev adına lisey məzunuyam. Orada oxuyanda biz professorlarla gedirdik artıq. Biz 10-cu, 11-ci sinifdə oxuyanda gedirdik, biz o professorlarla əlaqəyə keçirdik. Biz necə eləyə bilərik ki, sensorlarla suyun altında suyun dərəcəsini ölçə bilərik. Startup layihədir yoxsa necə? Bəli, bəli. Və hətta o startup layihəyə bizə bir neçə dənə təklif də gəlmişdi. Və sonra o startup mənim ilk uğurum, ilk maaşım idi, belə deyə bilərəm. Nə maraqlı. Sənə formada bilirsiniz, dediyim kimi də, siz əgər bir məqsəd uğrunda çalışırsınızsa, sona doğru da gedib onu, necə deyərlər, rahat şəkildə çatdırmaq olur. Bir çox fərqli proqramlarla da çalışırsınız, biz biraz sizi araşdıranda, məsələn, maraqlı SAP və yaxud BI, bunlar həm fərqli, həm də biraz mürəkkəb də proqramlardır. Belə bir sual, bu proqramlar sizin həyatda bəs işinizi asanlaşdırır mı? Data analitika mövzularında təbii ki. Hər şeydə bir data analiz edirsinizmi, yoxsa necə? Hər şeyi analiz eləməyi sevirəm. İnsanları analiz eləməyi sevirəm, datanı analiz eləməyi sevirəm. Həmişə insanlar mənə yaxınlaşanda, sən analitiksən, deməli sən mənə yuxarıdan aşağı baxırsan. Yox, elə deyil. Sadəcə belədir. Mən faktlara əsaslanan bir insanam. Düşünürəm. 100 hadisədən 30-unda baş verib, 40-ında baş verməyib. Deməli, mən onun artıq statistikasını çıxardacam. Əgər mənə məntiqli gəlirmi, gəlmirmi? Ondan sonra da bir emosiyalarıma da çox az yer verib qərarlarıma verəcəm. İnsanın datasını bəs hesablamaq, onlar çox çətin deyil sizcə, yoxsa necə? Təbii ki, bəzən çətindir, amma mümkünsüz deyil. Heç nə mümkünsüz deyil. Orada da bir istək lazımdır. Bəli. Biz müqayisə eləsək hazırda beynəlxalq təcrübədən öyrənə biləcəyimiz nələr var və biz hazırda hansı yerdəyik? Belə deyək, Azərbaycanda IT-nin çox inkişaf elədiyini düşünürəm. Bəzi dostlarım, burada yaşayan hələ də, yəni Azərbaycanda qalan dostlarım bir çox şirkətlərdə, banklarda məhsul sahibi, biznes analitik kimi işləyirlər və bəzən mən də onlarla məsləhətləşirəm, danışıram. Trendlər necədir və s. Hətta mən buradan bir trening proqramında da özüm qoşulmuşdum. Yəni, o deyil ki, mən sadəcə oradayam və oradakı treninqlərlə məşğulum və onlar mənə məhsul sahibi sertifikatımı da almağa kömək oldular. Yəni, bəzən biz otururuq, brainstorming edirik və s. Deyərdim ki, artır. Amma belə bir şey var. Xarici təcrübə və ya beynəlxalq təcrübə adı altında desək, beynəlxalq təcrübədə bir tık üstədilər deyə bilərik. Təbii ki. Bilirsiniz, mən nəyə görə bu mövzunu biraz da açdım? Bizdə o IT, məsələn də IT-şnik adı belə bir artıq ifadə var və bugün sadəcə bir Wi-Fi-in parolunu tapan adama da IT-şnik deyirlər ki, bizim IT-şnikimiz deyə kompüterdə yandırıb söndürmə düyməsini basana da. Və mən düşünürəm ki, bu əslində biraz da sahəni cılızlaşdırmaqdır. Təbii ki. Biraz da stereotipi yaradır. Sahə çox böyük sahədir. Dediyim kimi, mənim də anam bəzən deyir ki, al bu Wi-Fi mənim üçün bağla, al bu telefonu bir dənə Instagramda parol sırla. Ya da mənə şey deyirlər, ay da sən IT işniksən, sən deməyə kompüterin necə reset atırlar bilirsən. Elə deyil. Təbii ki, mən də buna çox açıq şəkildə mənim işim bu deyil. Birincisi, insan gərək öz işinə hörmət eləsin və nədən ibarət olduğunu başa salsın. Mənim işim bu deyil. Çünki sahə çox böyükdür və təbii ki, burada çox yanlış anlaşılmalar ola bilər, sizə bu adı taxa bilərlər, amma ən önəmlisi olan işinizə, elədiyinizə hörmət edin və nədən ibarət olduğunu hər kəsə çox açıq deyib başa sala bilərsiniz. Sizi başa düşərlərmi, düşməzlərmi bu böyük sual işarəsi. Amma o da özləri, məncə onların problemi. O da artıq onların problemidir. Buna son olaraq belə bir sual vermək istəyirəm. Gələcək planlarınız və hədəfləriniz nələrdir? Bu sahədə hansı yerdə olmaq istəyirsiniz?
Özümü məhsul sahibi olaraq böyütmək istəyirəm. Bu artıq düşünürəm ki, bir biznes analitikin gedə biləcəyi bir yer. Çünki siz sistemi yetəri qədər araşdırırsınız. Artıq nə əskiliklər var, necə risklər var, bunların necə qarşısını ala bilərsiniz. Artıq bunları siz gedib məhsul sahibinə də bildirirsiniz, stakeholderlara da bildirirsiniz. Ondan sonra, yəni bir yerdən sonra siz hansı ki sistemə sahibsiz, onda bu sizin sahibkarlığınız ola bilər. Çünki siz nə qədər analiz eləsəz də, günün sonunda məhsul sahibi dəyişikliklərə hə və ya yox deyir. Mütləq şəkildə. Yəni sizin nə qədər analiz elədiyinizin bir yerdə təbii ki o məhsul sahibinin biraz visionuna, yəni vizyonuna və necə deyim, yanaşmasına baxır. Bəli, eynən. Ona görə bu qərarları artıq özüm verə biləcəyim bir yerdə qərarlarımı özümü bölmək istəyərdim. Yəni öz məhsulunuz, öz qərarlarınız, öz idarə etməniz. Mən belə deyərdim. Bəli. Ümid edirik və inanırıq ki, bu da olacaq. Çox sağ olun gəldiyiniz üçün. Hətta bu veriliş efirə getdiyi müddətdə siz yəqin ki, xarici ölkədə olacaqsınız. Çox sağ olun ki, bu gərgin qrafikli vaxt ayırdınız. Gəldiniz və gənc dostlarımız da sizi tanıdılar, sizdən ilhamlandılar. İşlərinizdə uğurlar arzu edirik. Çox sağ olun, sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Çox xoş oldu.